Qızılın içindən dəmir çıxdığına dair görüntülər yayılıb. Xəzər TV bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülərdə iddia edilir ki, qızılın içindən dəmir çıxıb. Qeyd edək ki, çəkisi qızılla birlikdə hesablansa da, içərisindəki metal başqadır. Paylaşma yazılan şərhlərdə bunu təsdiqləyən izləyicilər də var. Videoda qeyd olunur ki, bu metalın çəkisi 3-4 qramdır. Zərgərlərin özləri də bu formadakı qızıl zinət əşyalarını çoxunda dəmir olduğunu təsdiqləyirlər. Məsələ burasındadır ki, vətəndaş zinət əşyası alan zaman metal da qızılın çəkisi ilə birlikdə hesablanır. Lakin videodakı kimi zədələnən bir qızılı satdıqda isə həmin dəmirin çəkisi qiymətdən çıxılır. Satıcılar isə deyir ki, bu adi haldır. Onlar da topdan zinət əşyası aldıqda içindəki həmin metalla birlikdə hesablanır. Həmçinin qeyd edilir ki, təkcə Türkiyə deyil, İtaliya, Ərəbistan və Rusiya istehsalı olan qızıllarda da belə metallar yerləşdirilir. Lakin bu bütün qızıl əşyalarında deyil, keçmə halqa zinət əşyalarında və saatlarda olur.